Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Tanınmış meyxanaçı Vahid Qədim bir neçə gün əvvəl sevgilisini bıçaqlaması ilə bağlı yayılan iddialara aydınlıq gətirib. Sferas xəbər verir ki, o bu barədə RTV-yə açıqlama verib. Tanınmış söz ustadı bildirib ki, bu məsələ ilə bağlı saxlanılıb və polis tərəfindən dindirilib. O özünə qəsd edib. Hadisə vaxtı heç mən orada olmamışam. Başqa şəhərdə idim. Uçub gələndə məni saxladılar. Daha sonra dindirməyə başladılar.